Mümkünsüz olan heç bir şey yoxdur. Mümkünsüz olan, mən belə düşünürəm ki, mümkünsüz olan yalnız Allahın iradəsinə qarşı nəsə bir addım atmaqdır. Başqa heç bir şey mümkünsüz deyil. Əziz qardaşlar, dəyərli bacılar, mənə bir neçə şərhlərdə yazmışdılar ki, bəs israf tək yasdadırmı? Yəni toylardakı israf deyilmi? Yəni toylardakı israfdan da danışın. Belə bir müraciətlər olmuşdu bir neçə yoldaşlardan, şərhlərində oxumuşdum. Ümumiyyətcə bu günləri baxıram ki, yəni insanlar o əsl dəyərləri o qədər itiriblər ki, insanlar kiminsə toyuna misal olaraq gedib əgər ora nə qədərsə pul salırlarsa, onun özlərində qeydiyyatını belə aparırlar. Mən bunu həqiqətən eşidəndə, yəni bir neçə yoldaşlardan bu mövzunu belə eşitdim, sonra mənə maraqlı gəldi. Başladım məsələni sanki belə bir özüm üçün araşdırma eləmək ki, yəni həqiqətənmi belə bir şey varmı? Baxdım ki, həqiqətən var və hətta belə anladım ki, o toyuna ki pullar salınır, onun siyahısı tutulur və o siyahılar hətta tullanmır insanlar tərəfindən. Belə bir şey eşitmişdim. Deməli, Qafqaz xalqlarından hansısa birində çox yayılmış bir qayda var. Onlarda deməli toyda pul salanda heç bir zərfin üzərinə ad qeyd eləmək yoxdur. Yəni onlar əgər toya kiməsə hədiyyə salırsa, pul salırsa, onun sadəcə olaraq hədiyyəsini qoyur zərfin içinə və qoyur həmənki qutuya. Adını da üstünə qeyd eləmək olmaz. Niyə? Çünki qayda belədir ki, kimin nəyi var, onu salacaq. Toy yiyəsi bilməyəcək kim nə salıbdır. Sabahlarda toy yiyəsi hər hansısa bir şəxsin toyuna gedərsə, o da imkanına görə nə mümkündür onu da salacaq. Mən bu toylarla bağlı hər zaman eşitdiyim cümlələrdən biri olur ki, hər kəs bir-birinə sual verir ki, toydan sonra, yəni zərər eləmədin ki, toyda zərərin olmadı ki. Baxın, bir insan övladına toy eləyər, bir insan doğmasına, əzizinə toy eləyər və o toydan necə zərərlə çıxa bilər? Yəni bu necə ola bilər ki? Bu birsiz nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, biz artıq maddiyyata o qədər önəm veririk ki, bizim üçün mənəvi demək olar dəyərlər yəni yox olubdur. Biz maddiyyatla, biz hər şeyi maddiyyatla ölçürük. Övladın, sənin övladın, nə bilim, qardaşın, bacın, doğmavın, əzizin bir xeyir işi olsun, yəni toy olsun, məclis olsun, onun bir xoş günü olsun və sən həmən günü zərər mi oldu, xeyir mi oldu kimi ölçəsən, yəni bu həqiqətən bu dəhşətli bir şeydir. Yəqin ki, bütün bu problemlərin, bütün bu cəmiyyətdə yaşanan problemlərin, başımıza gələn bütün bu müsibətlərin, yəqin ki, bir səbəblərindən də, yəni əsas səbəblərindən də birisi yəqin ki, budur. İnsanlar hər şeyi bir-birlərinin arasında maddiyyatla ölçürlər. Sanki elə bil özümüzə qayıtmalıyıq, düşünməliyik ki, yəni mən əgər böyle bir toy eləyirəmsə, mənim o toya çağıracağım insanlar ora gəlsinlər, hədiyyə versinlər və yaxud da pul salsınlar deyə yox. Onlar sadəcə həmən günü mənim yanımda olsunlar, mənlə birlikdə o gözəl günü paylaşsınlar, gözəl günü bölüşsünlər. Mən belə başa düşürəm və belə düşünürəm. Bu imkana bağlı olan bir şey deyil, əziz qardaş bacılarım. Bunun imkanla bir bağlantısı yoxdur. Yenə deyirəm, mənim əgər sabahları, mən əgər övladıma toy elədiyim təqdirdə, əgər imkanım yetməsə, yəni imkanım əgər olmasa, mən o toyu imkanıma görə, həmənki günümün imkanına görə eləyərəm. 30 nəfərə, 40 nəfərə imkanım çatar, 30-40 nəfərinə eləyərəm. 50 nəfərə, 100 nəfərə imkanım çatar, onu 50-100 nəfərinə eləyərəm. Amma heç kəsə əziyyət vermək üçün yox, heç kəs orada gəlsin, cəmaat ora gəlsin, mənim toyuma pul salsın deyənə yox. Sadəcə olaraq xoş günümü mənlə keçirsinlər, xoş günümü mənlə birlikdə olsunlar, xoş günümdə mənlə yan-yana olsunlar. Gəlsinlər, xoş dualar eləsinlər, gəlsinlər, gözəl sözlər söyləsinlər, gəlsinlər, o məclisi məndən bölüşsünlər. Və bunun üçün eləyərəm. Əminəm ki, bu həyatda hər şey maddiyyatla ölçən yox, maddiyyatdan daha dəyərli mənəvi nemətlərə üstünlük verən insanlar hələ də çoxdur. Mən belə düşünürəm. Bizim də cəmiyyətimizdə onlar hələ də çoxdur. Və nə qədər bu cür insanlar çox olarsa, nə qədər bu cür insanlar bu mövzuları gündəmə gətirərsə, bu mövzularda danışarsa, düşünürəm ki, biz bir-birimizə müsbət təsir eləyə bilərik Allahın sayəsində, Allahın rəhməti ilə, Allahın izni ilə. Hamı bir-birinə baxır, nəsə bir addım atır. Bugün
toyların quruluşu demək olar hamı eynidir. Hamı bir-birində görür, onu eləyir. Kim necə eləyir, o da onu eləyir. Vallahi insanlar bu günləri biri-biri ilə o qədər bəhsçilikdədirlər ki, insanlar biri-biri ilə o qədər bir şeyə giriblər ki, necə deyim, sanki bir müsabiqəyə qatılıblar və kim kimi harda ötdü, kim kimi. Hətta cavanlara baxıram, lap belə cavan uşaqlar, gənclər, beyinlər tamam başqa cür işləyir. Yəni o belə elədi, mən də belə eləyəcəm. Ora getdi, mən də gedəcəm. Mən gedirəm, o da gedir. Yəni həqiqətən çox belə bir qəribə bir duruma gəlib düşmüşük və ümid eləyirəm, nəinki ümid eləyirəm, əminəm buna, Allahın izni ilə. Çünki Allahın rəhməti o qədər böyükdür ki, Allahın mərhəməti o qədər böyükdür ki, Allah əgər bir xeyir iş üçün addım atılarsa, o xeyir işə bərəkət Allah verər. O xeyir iş, o xeyir əməl, o xeyir addım Allahın rəhməti, Allahın bərəkət sayəsində yayılır. Bu mövzuları, bu cür mövzuları istər toylarımızda, istər yaslarımızda gündəmə gətirməkdən heç də geri qalmayın, əziz qardaşlarım, dəyərli bacılarım. Gündəmə gətirməkdən heç də geri qalmayın. Bəlkə biz Allahın hansısa dediyi məsələləri elədikcə, Allahın dediyi hansısa məsələləri həyata keçirdikcə, bəlkə Allah da bizə olan rəhmətini artırar. Baxar ki, bugün biz bir addım atırıq, ikinci addımımız üçün yol açar. Baxar ki, ikinci addımı atdıq, üçüncü addımımız üçün yol açar. Baxar, üçüncü addım atırıq, dördüncü addımımız üçün yol açar və belə biz əlimizdən gələn qədər Allahın izni ilə, Allahın rəhməti ilə biz problemlərimizdən azad olarıq. Əziz dəyərli qardaşlar, nə olursa olsun, dəyərli bacılar, nə olursa olsun, Allah bizimlə olsun. Nə olursa olsun, Allahın rəhməti üzərimizdə olsun, son nəfəsimizə qədər. Nə olursa olsun, Allahın rəhmətindən heç bir halda ümidsiz qalmayaq. Allahın rəhmətindən ümidsiz olmayaq. Son nəfəsimizə qədər Allah bizi İslamla sabit eləsin. Hər birimiz üçün duam budur. Hər birimiz üçün duam budur. Vallahi İslam çox böyük bir nemətdir. Əgər Allah bu İslamı bizə bəxş eləyibsə, çox böyük bir nemət bəxş eləyibdir. Çox böyük bir nemət bəxş eləyibdir. Sadəcə olaraq ola bilər biz onun qədrini bilmirik, ola bilər biz onu anlamırıq. Rəbbimiz bizə elə bir neməti bəxş eləyib ki, Rəbbimiz bizə İslam bəxş eləyibdir və bu İslam, bu nemət bizi əbədi olan gözəl bir həyata aparır. Əbədi olan. Mən Qurani Kərimdə cənnətin vəsfi ilə bağlı ayələri oxuyanda anlayıram ki, cənnətdə mömin insanları hər şey gözləyir. Hətta Uca Allah özü də belə də deyir ki, cənnətdə nəfsimizin çəkə biləcəyi hər şey vardır. Hər şey. Allah bizi sona qədər İslamdan sabit eləsin. Bu böyük nemətlə bizi sona qədər sabit eləsin. Bu neməti bizə Rəbbimiz sadəcə olaraq lütf eləyibdir. Lütf eləyib, biz də Allaha gecə-gündüz şükür eləyək və bu nemətdən bərk yapışaq və bu nemətlə sabit olmağı Rəbbimizdən diləyək. Əziz qardaşlarım, dəyərli bacılarım. Allahdan diləyirəm ki, bu dünyada qalan ömrümüzə Allah o qədər bərəkət nəsib eləsin, o qədər rəhmətini nəsib eləsin ki, biz Allahın rızasını qazanaq və gözəl axirətə qovuşaq. Nə olursa olsun, Allah bizimlə olsun. Allahın amanında olasınız.